Samur Osmanlıya 2026 qadınlar arasında Avropa çempionatında Azərbaycan millisi öz çıxışını davam etdirir. Bu il Avropa çempionatının qrup mərhələsində oyunların bir hissəsi doğma Bakıda keçirilir və milli komandamız da öz azərkeşləri qarşısında mübarizə aparır. Azərbaycan turnirə çox yaxşı başladı. İlk oyunda Portuqaliyanı 3-1 hesabı ilə məğlub etdi. Daha sonra İspaniya üzərində 3-0 hesabı ilə inamlı qələbə qazandı. Rumıniya ilə isə gərgin mübarizədən sonra komandamız 3-2 hesabı ilə qalib gəldi. Təəssüf ki, 4-cü oyunda Belçika ilə 3-0 hesabı ilə məğlub olduq. Amma 3 oyunda 3 qələbə qazanaraq turnirə əla start vermişdik. Növbəti oyunumuz isə güclü Niderlanda qarşı olacaq. Komandamıza uğurlar arzulayırıq. Növbəti oyunlarda qələbələr. İndi isə sağ olun, salamat qalın.